her bir insan için onun milli mensubiyeti, onun gurur mənbəyidir. Mən həmişə fəxr etmişəm. Bugün də fəxr edirəm ki, mən Azərbaycanlıyam. Bugün biz tariximizin en parlak simalarından birini, milli liderimiz, dahi şəxsiyyət, müdrik rəhbər Heydər Əliyevi ehtiramla yad edirik. Onun ömür yolu xalqımıza bəxş etdiyi əvəzsiz xidmətlər, millətə və dövlətə olan sonsuz sevgisi hər bir Azərbaycanlının yaddaşında qızıl hərflərlə yazılır. Heydər Əliyev 20 və 21-ci əsrin qovşağında Azərbaycan xalqının məhv olma təhlükəsindən xilas edən, dövlətimizi dünya arenasına çıxaran əsl xilaskar lider edir. O yalnız bir siyasi xalqın deyil, xadim deyil, həm də bir məktəb, bir ideologiya, bir Azərbaycancılıq fəlsəfəsidir. Onun uzaqgörənliyi, cəsarətli qərarları və xalqla bağladığı sarsılmaz tellər bugün də öz bəhrəsini verir. Müstəqil Azərbaycanın banisi olan Heydər Əliyev milli birliyimizin rəmzi, gələcəyə inamın və sabitliyin əsas sütunu kimi tariximizdə əbədi yaşayır. Biz bugün onu sadəcə xatırlamırıq. Biz onun qoyduğu əbədi izlərə sahib çıxırıq, ideyalarını yaşadırıq. Hər bir vətənpərvər vətəndaş, hər bir Azərbaycanlı hər bir Azərbaycanlı Heydər Əliyevin amalını, vətən sevgisini və müdrikliyini özündə yaşatmalı, gələcək nəsillərə ötürməlidir. Əziz və dəyərli iştirakçılar, gəlin bir daha dahi rəhbərin müqəddəs xatirəsini uca tutaraq, onun uğrunda çalışdığı vətənimizi daha da möhkəmləndirək, birlikdə inkişaf etdirək. Bu ulu öndərimizin ruhuna ən böyük ehtiram və minnətdarlıq olar. Ruhu şad olsun. Bir dəqiqəlik sükutla Heydər Əliyevin ruhunu yad edək. Allah rəhmət eləsin. Karış torpağımız. Her birinin öz yeri var, benim elim dolma diyar. Güzelliğine o bir bahar, geleceğe ışık saçar. Kurban olum Azerbaycan, bu müqəddəs torpağına. Bakı bir gidi evladına, koy sevinsin her bir ana. Kurban olum Azerbaycan, sevinsin her bir ana.